niyə deyirik ana dili, ata dili demirik? Bir dənə məclisdə bir nəfər soruşur ki, biz niyə ana dili deyirik və ata dili demirik? Bir dənə 12 yaşında oğlan icazə istəyir ədəbinə, deyir, mən heç ağamı danışanda görməmişəm ki, həmişə anam danışar, əgər bir də bir cürət eləsə, anam danışsa, söhbət eləsə, fərən anam onun sözünü kəsib və onun müxalif cəhətində bir söz söylər. Ona görə mən fikir edirəm ki, elə buna görə deyiblər ana dili. Bir nəfər də ağa orada deyir ki, ağa mən 3 ildir evlənmişəm, indiyə kimin xanımımla yarım saat söhbət eləyəməmişəm. Deyirlər, nə cür ola bilər? Deyir ki, mənim rəhmətlik anam bizə vəsiyyət eləyib ki, bir nəfər danışanda, məxsusən xanım olanda tərəf, onun sözünün kəsib arasına atılmazlar. Ona görə də elə xanım danışıb, mən eləyə bilməmişəm, cürət eləyəməmişəm onun sözünü kəsəm. Və elə dəqiqən ana dilidir. Bizim ana dilimizin gözəlliklərindən mən 2 murid ərz eləyim. Biri gül kəlməsidir ki, məsdəri gülməkdir, əsil türküdür. Və vaxtı o gül, o qunçə, 1100 dodaqla açılanda buna deyirik gülmək, güldü. Və tamamı dünyanın feillərini nəzərə alsaz, orada əmri feili narahat elər adamı. Get, dur, durma, danışma, yemə, ye. Vəli gül kəlməsin. Birinə deyəndə gül, ya biz o tərəfimizə gül xitab edirik, yəni güldü, ya da əmri tutsaq başlayacaq gülsün. Bu bunun gözəlliyi. Biri də mənim yarımdır. Mənim cismimin, ruhumun yarısı mənası budur, mənim yarımın. Bunu da mən belə demişəm. Dünyanın gözəli mənim yarımdır, mən yarımam, yar da mənim yarımdır. Dünyanın mırtının başı yarımdır. Allah sizə verib gül gözəlliyin, hətmən sizdən alıb gül gözəlliyin. Gülün özünə də çox, mən tək gülə 76 müxəmməs 5'lik bənd demişəm. Məsələn, qurban kəsim gündə sizə, kölgədə yox, gündə sizə, çata bilməz gündə sizə. Bir gül sənsən bir də güldür, sən gülləri bir də güldür.